Bismillahirrahmanirrahim. Ən mərhəmətli, ən rəhmli Allahın adı ilə. Vəs-səmai zətil buruc vəl-yevmil məv'ud və şahidin və məşhud. And olsun bürclər sahibi olan göyə. And olsun vəd olunmuş günə, qiyamət gününə. And olsun şəhadət verənə və haqqından şəhadət verilənə, peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və ərəfə günlərinə ki, Qutilə əshabul uxdud, ən-nəri zətil vəqud, İzhum aləyhə qud. Nəcrandan İsa'ya iman gətirmiş kimsələri yandırıb külə döndərən xəndək sahibləri lənətə düçar olub qətl edildilər. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. O zaman onlar xəndəklərin kənarında oturub, وَهُمْ عَلَى مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ. öz əskərlərinin, möminlərin başlarına gətirdiklərinə, müsibətlərə tamaşa edirdilər. وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ. Onlardan, möminlərdən yalnız yenilməz qüvvət sahibi, hər cür şükrə, tərifə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ. O Allah ki, göylərin və yerin istiyarı onun əlindədir. Allah hər şeyə şahiddir. İnnellezîne fetenul mu'minîne vel mu'minâti thumme lem yetûbû felehum azâbu cehenneme ve lehum azâbul harîq. Şübhəsiz ki, mömin kişi və qadınları dinlərdən döndərmək üçün bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb yaxın ateş əzabı gözləyir. İnnellezîne âmenû ve amilu's-sâlihâti lehum cennâtun tecrî min tahtiha'l enhâr. Zâlikel fevzul kebîr. İman gətirib yaxşı əməllər edən kimsələri isə ağacları, altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur, uğurdur. İnne batşe rabbike leşedîd, innehu huve yubdi'u ve yu'id, ve huvel gafurul vedûd. Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir. Həqiqətən insanı yoxdan var edən və öldükdən sonra təkrar dirildən odur. Bəndələrini çox bağışlayan, çox sevən də odur. Zul arşil mecid, fa'alun limâ yurid. Ərşin sahibi də şanlı şərəfli olan da odur. O, istədiyini edəndir. Həl ətəkə hadîthul cunud, Fir'aunə və Təmud. Ya Peyğəmbər, orduların xəbəri gəlib sənə çatdımı? Firon və Səmud ordularının. Bəlillezîne kəfərû fî təkzîb, vallâhu min verâihim muhît. Xeyr, kafir olanlar səni və Qur'anı elə hey təksib etməkdədirlər. Onların bütün ixtiyarı Allahın əlindədir. Bəl huvə Qur'anun məcid, fî levhin mahfûz. Xeyr, o şeir deyil, şanlı şərəfli Qur'andır. O, lövh-i məhfuzdadır. Qur'an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz.